Salam şagirdlər. Deməli, 20 sınaq 4-cü qrup 1-ci sınağından başlayaraq kimlərə xeyirli olacaq, kimlərə lazımdırsa həmin sualların izahını verirəm. Hansı suallar kimə lazımdırsa oradan izləyə bilər. Deməli, 1-ci sualımızdan başlayaq. 1-ci sualımızda bizə deyir ki, x-in elektron quruluşu, x elektron quruluşu 3s2-dir, y-də isə 3s2, 3p2-dir. Bunların əmələ gətirdiyi birləşməni z ilə göstərir və z-i müəyyən eləməmizi istəyir. Deməli, biz x-in yerləşdiyi qrupu bilirik artıq. İkinci qrupda yerləşir. Demək, valentliyi 2-yə bərabərdir. Y-imizdə demək, 4-cü qrupda yerləşir. O da 4 valentlidir. Və bu birləşmələr arasında əmələ gələ biləcək birləşmənin formulu x2y-dir. Yəni, D variantıdır. Sonra ikinci sualımızda demək, oksigenin kütlə payı B-dir, hidrogenin kütlə payı isə A-dır. Bir dənə oksigen olduğuna görə B bərabərdir 16 bölünsün 14n plus 16 vurulsun 100. Bu formadadır. O hidrogenin kütlə payı isə A bərabərdir 2n bölünsün 14n plus 16 vurulsun 100'dür. Bizə də aşağıda sualın şərtində belə bir ipucu veribdir. B bölünsün A-ya. Biz B-ni A-ya böldüyümüz zaman bunlar yüzlər və aşağıdakı hissələr ixtisar gedir. Olur 16 bölünsün 2n bərabərdir 8'ə. Buradan da tapırıq ki, n bərabərdir 1'ə. Yəni formumuz olur CH2O. Bu birləşmənin emeri 30'a bərabərdir. Burada bizdən karbonun kütlə payını istəyir. Karbonun kütlə payını tapanda 12 bölünsün 30 vurulsun 100 yazırıq. Bu da bərabərdir 40%. Deməli, D variantı eləyəcək. Üçüncü sualımızda homogen qarışıqları müəyyən edin. Benzin homogen qarışıqdır. Benzol saf maddədir. Təbii qaz homogen qarışıqdır. Qrafit isə saf maddədir. Yəni, bizdən homogen qarışıqlar istədiyinə görə 1-lə 2-ni götürürük. Yəni, A variantı.